Hiç düşünmüsünüzmü ki niyə bəzi insanlar ölümdən sonra da yaşamaq, necə deyərlər, nəsə bir iz buraxmaq üçün bu qədər dəhşətli bir arzu duyurlar? Hə, yəni sanki izah olunmaz bir ehtirasdır bu. Tamamilə. Biz gündəlik həyatımızda bunu çox vaxt sadəcə ölümdən qorxmaq kimi qəbul edirik. Ya da egoizm, biyoloji sağ qalma instinkti kimi düşünürük. Amma bugün dərinliklərə səyahətdə biz bu məsələnin tamamilə başqa bir tərəfinə baxacağıq. Özdə çox dərin bir tərəfinə. Elədir. İnsanın özünə və ölümə münasibətini kökündən sarsıdan, bəzən də olduqca kəskin və mübahisəli fikirlərlə dolu bir fəlsəfi labirintə daxil olacaq sizinlə. Və bu, həqiqətən qəliz bir labirintdir. Bəli. Məqsədimiz yaddaşın o mürəkkəb təbiətini, dahilliyin arxasında yatan həqiqi mexanizmi və bütün bunları birləşdirən o əsas fəlsəfi ideyanı, yəni ölməzlik ehtirasını hissələrə ayırıb aydınlaşdırmaqdır. Gəlin bunu birlikdə aydınlaşdıraq. Əla olar. Və bu təhlilə tamamilə fərqli bir prizmadan başlamalıyıq əslində. Çünki ölməzlik ehtirasının nə olduğunu, necə işlədiyini anlamaq üçün əvvəlcə zehnimizin necə formalaşdığına baxmalıyıq. Xüsusən də yaddaşımızın. Yəni, sadəcə xatırlamaq qabiliyyətini nəzərdə tutmursunuz, eləmi? Yox, qətiyyən. Əlimizdəki bu fəlsəfi yanaşma o bildiyimiz biologiyanı, neyroelmin öyrəndiyi o mexaniki yaddaşı tamamilə bir kənara qoyur. Burada irəli sürülən əsas konseptual problem insanın şuurunun intensivliyidir. Şuurun intensivliyi. Bax, bu maraqlıdır. Baxın, biz tez-tez deyirik ki, dahi insanların çox güclü yaddaşı var. Amma bu demək deyil ki, onlar telefon nömrələrini və ya tarixləri əzbərləyirlər. Söhbət çox dərin psixoloji və mənəvi bir vəziyyətdən gedir. Və bunu anlamaq üçün Hegenit adlanan xüsusi bir fəlsəfi anlayışa diqqət yetirməliyik. Düzü, bu Hegenit sözü və onun arxasında yatan o mexanizm mənim üçün mətndəki ən maraqlı məqamlardan biridir. Anladığım qədərilə bu bizim hər gün yaşadığımız, amma heç cür adını qoya bilmədiyimiz o dumanlı şuur halıdır. Ay sağ olun, tamamilə elədir. Dumanlı bir vəziyyətdir. Məsələn, bilirsiniz necədir? Bəzən küçə ilə gedərkən qəfil bir kədər hissi gəlir adama. Ya da beynimizdə ani bir fikir yaranır, amma dilləndirə bilmirik, sözə çevirə bilmirik. Və bir neçə saniyə sonra o hiss tamamilə buxarlanıb yox olur. Elə bir heç olmamışdı. Düzdür. Amma mən istərdim ki, siz bu prosesin fəlsəfi olaraq necə işlədiyini biraz daha açaq. Yəni, Hegenitdən çıxmaq əslində nə deməkdir? Çox gözəl bir küçə nümunəsi çəkdiniz əslində. Hegenit məhz o formalaşmamış, qeyri-müəyyən, hələ şuurun tam işığına çıxmamış xaos halıdır. Yəni, adi insanın həyatı, bizim həyatımız çox vaxt elə bu Hegenitlərdən ibarət olur. Nəyisə hiss edirik, amma o hissin nədən ibarət olduğunu fərqləndirə bilmirik. Sadəcə bir növ üstümüzdən keçib gedir. Bəli. Fəlsəfədə isə bunun əksi var. Yəni, o Hegenit vəziyyətindən çıxıb, aydın şəkildə formalaşmış, hər bir detalı şuurla dərk edilmiş vəziyyətə keçid var. Buna absorpsiya, yəni tam mənimsəmə deyilir. Absorpsiya? Aha. Mexanizm isə belə işləyir. İndi təsəvvür edin ki, dahi insan o bayaq dediyiniz qəfil gələn kədər hissini sadəcə yaşayıb unutmur. O bu hissi sanki parçalayır. Onun içindəki rəngləri, keçmiş xatirələrlə əlaqəsini, hətta ona səbəb olan ən xırda detalı belə böyük bir aydınlıqla dərk edir. Yəni o kədəri hiss edib buraxmır, onu sanki mikroskop altına qoyur. Tam olaraq. O dumanlı hiss bildurlaşır və tamamən aydın bir şuur aktına çevrilir. Yəni, eksperimental psixologiyanın, məktəbdə bizə əzbərlətdiyi o cədvəllər, quru rəqəmlər yaddaş deyir bu fəlsəfəyə görə. Onlar sadəcə mexaniki təkrarçılıqdır. Həqiqi, universal yaddaş, insanın yaşadığı hər anı öz mənəvi varlığının qırılmaz bir parçasına çevrilməsidir. Bunu anlamaq üçün əvvəlcə ağlıma texnoloji bir müqayisə gəlmişdi, amma sizin bu dediyinizdən sonra sanki tamam fərqli bir vizual mənzərə formalaşır məndə. Necə bir mənzərə? Yəni, belə çıxır ki, adi insanın yaddaşı, arası kəsilən, bəzi səhifələri cırılıb itmiş, o köhnə tozlu fotoalbomlar var ya, bax, onlara bənzəyir. Aha, çox yaxşı bənzətmədir.
Amma dahinin yaddaşı hər anı, hər saniyəni yüksək keyfiyyətdə, heç bir kadra atlamadan qeyd edən, dayanmayan bir 4K video kamerada, hər bir detal oradadır. Yaxşı, bəs bu qədər detalı xatırlamaq, bu davamlılıq insana nə verir axı? Niyə bu qədər vacibdir? Baxın, burada diqqəti çəkən ən əsas məqam odur ki, bu kəsintisiz 4K yaddaş dahiyə öz keçmişini vahid bir axın kimi görməyə imkan yaradır. Yəni, keçmiş onun üçün qırıq kadrlar deyil. Və bu axın bizi mətndəki növbəti fundamental anlayışa, yəni fəlsəfədə möminlik adlandırılan konsepsiyaya aparır. Möminlik, yəni dini mənada yox eləmi? İngiliscə piety deyirlər buna. Hə, dini mənada deyil. Bu, insanın öz keçmişinə bəslədiyi ehtiram, ona verdiyi dəyərdir. Əgər sizin bütün həyatınız, bayaq dediyimiz kimi, kəsintisiz bir video lenti kimi yaddaşınızdadısa, təbii olaraq siz o keçmişə böyük bir hörmət və ehtiram bəsləyəcəksiniz. Yəni mənəvi bir bağ yaranır. Bəli. Çoxları uşaqlıqdakı səhvlərinə ya da nə bilim, gənclik xatirələrinə gülərək keçir. Deyirlər ki, o vaxtlar gənc idim, axmaq idim, indi tamam fərqliyəm. Yəni, insan bir növ öz keçmişini aşmaq, bəzən ondan lağlağı ilə imtina etmək istəyir. Düzdür, biz bunu hər gün eşidirik insanlardan, öz keçmişlərindən utanırlar sanki. Lakin dahi insan bunu heç vaxt etmir. Mətnə görə o öz keçmişini aşmağa çalışmır. Çünki hər bir detala, yaşadığı hər kiçik təcrübəyə daxili bir dəyər yükləyir, onlara hörmətlə yanaşır. Elə buna görə də böyük insanlar tez-tez avtobiografiya yazırlar, gündəlik tuturlar. Yəni onların uşaqlıqda məsələn küçədə gördükləri bir ağac və ya eşitdikləri sadə bir söz belə onların indikini formalaşdıran müqəddəs bir kərpicə çevrilir. Tamamilə. Onlar o kərpiçləri heç vaxt dağıtmırlar. Amma bilirsiniz, burada çox kəskin və provokativ bir ziddiyyət də var ki, mətn bunu açıq şəkildə ortaya qoyur. Sürülür ki, qadınlarda bu fasiləsiz yaddaş, yəni o möminlik və keçmişə hörmət ümumiyyətlə yoxdur. Bəli, müəllif məhz bunu iddia edir. Və iddia edilir ki, onların yaddaşı yalnız fərqli, bir-birindən qopuq, izolyasiya olunmuş nöqtələrdən ibarətdir. Yəni, cinsi həyat, nəsil artırma, onlara deyilən komplimentlər və s. Mənə bu olduqca cəfəng, stereotipik və reallıqdan qopuq səslənir. Yəni, biz insan yaddaşının cinsiyyətə görə belə qütbləşdirilməsini necə başa düşməliyik? Yəni, mütləq şəkildə, bugünün baxış bucağından bu çox radikal, hətta deyərdim ki, qəbul edilməz bir iddiadır. Lakin bizim əsas işimiz bu iddiaları təsdiqləmək ya da onu pisləmək deyil. Dinləyicilərimiz də bilməlidir ki, biz bu fikirləri müdafiə etmirik. Sadəcə, müəllifin öz düşüncə labirintində nəyi necə kateqoriyalaşdırdığını göstərməyə çalışırıq. Yəni, sadəcə onun fəlsəfi alətlərini təhlil edirik. Bəli. Və onun burada məqsədi mütləq bir kontrast yaratmaqdır. Bir tərəfdə tam, kəsintisiz, vahid bir yaddaş qoyur, digər tərəfdə isə ancaq bioloji, instinktiv, qırıq-qırıq nöqtələrdən ibarət bir model. Fəlsəfi məntiq odur ki, əgər keçmiş vahid bir axın deyilsə, orada o dərin ehtiramdan, möminlikdən söz gedə bilməz. Aydındır. Deməli, biz bu qütbləşməyə sadəcə yaddaşın qırılmalarını izah edən bir növ ekstremal fəlsəfi model kimi baxmalıyıq. Yaxşı, gəlin qaydaq əsas xəttə. Buyurun. Tutaq ki, insanın içində keçmişinə qarşı bu cür dərin, mömincəsindən bir ehtiramı var. Hər şey 4K video kimi yaddaşındadır. Bəs bunun bizim əsas mövzumuz olan ölümə, o əbədiyyət məsələsinə nə aidiyyəti var? Yəni, bu ölməzlik ehtirası ilə necə bağlanır? Mən o körpünü hələ də tam görə bilmirəm. Körpü məhz idirmək qorxusunun üzərində qurulur. Özü də bu sıradan bir qorxu deyil. Baxın, fəlsəfə tarixində çox vaxt ölməzlik arzusunu sadəcə ölüm qorxusu və ya bioloji egoizm kimi izah ediblər. Yəni, mən yaşamaq istəyirəm, ölmək istəmirəm instinkti kimi. Ay sağ olun. Amma bizim bu mənbə materialımız bunu tamamilə rədd edir. O deyir ki, yox, ölməzlik ehtirası bioloji deyil. Bu, keçmişinə yüksək dəyər verən insanın o zəngin daxili mənəvi həyatını məhv olmaqdan qurtarmaq cəhdidir. Yəni, söhbət bədənin yox olmasından getmir. Xeyr,
dahi insan ölümdən ona görə dəhşətə gəlmir ki, o fiziki olaraq məhv olacaq. O ona görə dəhşətə gəlir ki, içindəki o nəhəng, qiymətli arxiv, o möhtəşəm simfoniya birdəfəlik silinib gedəcək. Yəni o öz mənəvi varlığının zamanla silinib getməsi ilə heç cür barışa bilmir. Bilirsiniz, məsələnin ən maraqlı tərəfi də elə budur məncə. Yəni, belə çıxır ki, biz əslində ölümdən sonraki o qaranlıqdan, o naməlum boşluqdan qorxmuruq. Biz daxilimizdəki işıqlı, dəyərli, keçmişin, o xatirələrin yox olmasından qorxuruq. Çox gözəl ifadə etdiniz. Bunu daha geniş mənzərə ilə əlaqələndirsək, insan keçmişi ilə nə qədər çox yaşayırsa, onda bu ölməzlik ehtirası bir o qədər şiddətli olur. Təsəvvür edin ki, mən bu mənzərəni belə görürəm. Siz bütün ömrünüzü sərf edib misilsiz, nəhəng bir sənət əsəri yaratmısınız, bir rəsm çəkmisiniz. Bu sizin bütün keçmişiniz, duyğularınızdır. Aha, sizin bütöv mənəvi dünyanızdır. Və qəfildən kimsə gəlir, bu nəhəng şahəsərin üzərinə benzin töküb, elə sizin gözünüzün qarşısında yandırır. Və o sadəcə göz qırpımında kül olub gedir. Yəni, bu fiziki ağrıdan çox daha böyük bir dəhşət taxı. Tamamilə. Dəhşətdir. Deməli, ölməzlik ehtirası əslində o şahəsəri bu yanğından qurtarmaq, onu qorumaq cəhdidir, elədirmi? Məhz elədir. Yanğından xilas etmə əməliyyatıdır. Və bayaq dediyimiz o qadınların yaddaşı ilə bağlı qütbləşmədə müəllifin məntiqi bu idi ki, əgər keçmişə o fasiləsiz möminlik yoxdursa, yəni o nəhəng rəsm əsəri ortada yoxdursa, itiriləcək çox şey olmadığı üçün onlarda əsil ölməzlik ehtirası da ola bilməz. Yəni, yandırılacaq bütöv bir rəsm yoxdursa, yanğın o qədər də qorxulu deyil. Bu, müəllifin arqumentidir təbii ki. Bəli. Və baxın, ölüm ayağında olan insanların çox vaxt bütün həyatım kino lenti kimi gözümün önündən keçdi deməsi də məhz bu kontrastdır. Düzdür, bu fenomen həmişə danışılır. Niyə elə olur? Çünki məhz o son anda insan nələri itirəcəyini, o rəsm əsərinin necə yanacağını qəfil və dəhşətli dərəcədə aydın şəkildə fərqinə varır. İtiriləcək olan keçmiş birdən-birə işıqlanır onun üçün. Bu həqiqətən çox təsirlidir. Amma burada məndə başqa bir praktik sual yaranır. Əgər problem yaddaşı və keçmişi yox edən zamandırsa, yəni o yanğını törədən zamandırsa, bu ölməzlik ehtirası olan dahi həmin zamanla necə mübarizə aparır? Axı zamanı dayandırmaq mümkün deyil. Mümkün deyil, bəli. Amma fəlsəfədə bunun yolu dəyər yaratmaqdan keçir. Mətndə dəyər anlayışı heç də maddi bir şey deyil. O sırf zamandan kənarlıq kimi ifadə olunur. Zamandan kənarlıq, yəni necə? Bir şey o vaxt dəyərlidir ki, o zamanın dağıdıcı təsirindən, o xaosdan xilas olsun. Məsələn, biz niyə müqavilələr imzalayırıq? Niyə qanunlar qəbul edirik? Ya da daşdan abidələr ucaldırıq? Yəqin ki, bir şeyləri rəsmiləşdirmək üçün. Təkcə rəsmiləşdirmək deyil, bunların hamısı əslində fərdin zamanı durdurmaq, hər şeyi sarsılmaz etmək, xaosun içinə bir forma salmaq cəhdidir. Hətta götürək vəsiyyətnamə yazmağı. Vəsiyyətnamə? O sadəcə ailəyə qayğı deyil ki. Yox, mətnə görə vəsiyyətnamə təkcə ailəyə qayğı deyil. Bu, insanın öz iradəsini ölümdən sonraya, yəni zamandan kənara daşımaq cəhdidir. İnsanın unudulmaq riskinə qarşı etirazıdır. O sanki deyir ki, mən fiziki olaraq yox olsam da, mənim iradəm və sözüm zamanın içində qalacaq. Mən bunu belə təsəvvür edirəm, sanki biz hamımız dayanmadan axıb gedən, hər şeyi yuyub aparan, nəhəng və dəhşətli bir çayın, yəni zaman çayının ortasında dayanmışıq. Aha, zaman çayı. Və su o qədər güclüdür ki, o bizim xatirələrimizi, hisslərimizi aparmaq istəyir. Biz də bu axına qarşı suyun apara bilməyəcəyi qədər ağır və dəyərli bir daş yaratmağa çalışırıq. O daşı çayın ortasına atırıq ki, heç olmasa o orada qalsın. Əla analogiyadır. O daş fasiləsiz yaddaşın məhsuludur, sənətdir, dəyərdir. Yaxşı, onda belə bir sual yaranır. Zamandan kənarda qalmaq cəhdi, o daşı atmaq prosesi bizi son və ən vacib suala gətirib çıxarır məncə. Bu epik mübarizədə kim həqiqətən qalib gəlir? Yəni, kimin atdığı daş suyun dibində qalır, bəs əsl dahi kimdir? Bax, elə ən qəliz məsələ də buradadır. Çünki mətn bizim öyrəşdiyimiz standart dahi təriflərini alt-üst edir. Necə yəni? O, böyük elm adamlarını, sərkərdələri, siyasətçiləri dahi adlandırmaqdan bir mənalı şəkildə imtina edir. Bir dəqiqə, yəni Newton, Darwin və ya nə bilim böyük imperatorlar dahi deyil? Müəllifin fəlsəfəsinə görə xeyr. Çünki o izah edir ki, bir siyasətçi və ya imperator yalnız indi ilə yaşayır.
O fiziki güclə, qurduğu sistemlərlə zamanı dondurmağa çalışır. Amma nəticədə nə olur? İmperiyalar dağılır. Bəli, əsərləri və qanunları zamanla silinib gedir. Bəs alimlər isə sadəcə mütəxəssislərdirlər. Onlar universal deyillər. Amma alimlərin kəşfləri də dəyişmir ki dünyanı. Darwinin təkamül nəzəriyyəsi, Newtonun cazibə qanunu, bunlar nəhəng daşlar deyil məgər? Nəhəngdir, amma zamanın məhsuludur. Elmin təbiəti belədir ki, o həmişə inkişaf edir, dəyişir. Newtonun kəşfləri gəlir, sonra Einstein onu təkmilləşdirir, kvant fizikası hər şeyi dəyişir. Yəni, elmi tapıntılar gec-tez arxivlərdə, rəflərdə qalır. Fikir verin, bugün kimsə küçəyə çıxıb özünə fəxrlə mən Qalileyçiyəm demir, eləmi? Hə, düzdür. Heç kim Qalileyçi demir özünə. Elm davamlı olaraq öz əvvəlki versiyasını üstələyir. Bəli, bu da çox vacib bir sual yaradır. Bəs onda həqiqi dahi kimdir? Əgər imperator və alim zamanın selində yuyulub gedirsə? Səbirsizliklə gözləyirəm bu cavabı. Mətnə görə yalnız və yalnız böyük sənətkarlar, yəni böyük filosoflar, rəssamlar, musiqiçilər, din yaradıcıları. Sənətkarlar. Niyə məhz onlar? Çünki onlar zamanın məhsulu deyillər. Onlar zamanı və tarixi birbaşa yaradırlar. Onların yaratdığı sənət əsərləri və ya fəlsəfi sistemlər əbədi dəyərə malikdir və heç vaxt düzəlişə ehtiyacı yoxdur. Yəni Beethovenin 9-cu simfoniyası heç vaxt köhnəlmir. Heç kim gəlib mən bunun daha təkmil versiyasını yazmışam demir. Tam olaraq. Ya da Platonun fəlsəfəsi. Biz 1000 illər keçməsinə baxmayaraq bugün də Platonçular tapa bilərik. Çünki sənət və həqiqi fəlsəfə zamandan kənardır. O çayın içində tam müstəqil, sarsılmaz bir əbədiyyət adasıdır. İnanılmaz bir perspektivdir bu. Dinləyicilərimiz üçün də çox heyrətamiz olduğuna əminəm. Hətta, bilirsiniz, siz yaradırlar deyəndə mənim yadıma mətndəki o çox kiçik amma dərindən təsir edici bir detal düşdü. Hansı detal? Dil məsələsi, bizim danışdığımız dil, gündəlik istifadə etdiyimiz atalar sözləri. Biz adətən hesab edirik ki, məsələn, dil, ifadələr xalq tərəfindən, kütlə tərəfindən əsrlər boyu yaradılıb. Amma mətndə iddia olunurdu ki, xeyr, dili yaradanlar da məhz o zamanı dondurmağa çalışan, lakin adı unudulmuş dahilərdir. Bəli, çox vacib nöqtədir. Yəni, təsəvvür edirsiniz, 1000 illər əvvəl yaşamış hansısa bir fərd, dərin bir observasiya yaşayıb, daxili bir duyğunu əbədiləşdirmək istəyib və bir söz, bir ifadə formalaşdırıb. Məsələn, elə sadə bir əl-əl yuyar atalar sözü. Bu bəlkə də ölməzliyə can atan, bir anlıq duyğunu əbədiləşdirən adsız bir dahinin yaddaş qırıntısıdır. Elədir. O fərd öz şəxsi henidini, öz kiçik aydınlanma anını, obyektiv ruha, bütöv bəşəriyyətin yaddaşına hopdura bilib. Bax, dahi odur. Bu doğrudan da dinləyici üçün düşünülməli möhtəşəm bir yanaşmadır. Yaxşı, gəlin yavaş-yavaş bu dərin analizimizi toparlayaq. Sizə, yəni bizi dinləyənlərə bu fəlsəfi mənbədən çıxan o əsas qızıl qaydanı bir daha xatırlatmaq istəyirəm. Buyurun, xülasə həmişə faydalıdır. İnsanın içindəki o ölməzlik ehtirası heç də bizim öyrəşdiyimiz kimi sadə, bioloji bir refleks deyil. Bu, insanın öz zəngin yaddaşına, keçmiş təcrübələrinə, o fasiləsiz mənəvi simfoniyasına duyduğu dərindən-dərinə hörmətin, yəni möminliyin nəticəsidir. Bəli. Dahi insan, zamanın axınında o dəhşətli çayda itib batmağa razı olmayan insandır. O, öz yaradıcılığı ilə, istər bir simfoniya olsun, istərsə də sadəcə bir atalar sözü, zamandan qoparılmış, suyun apara bilməyəcəyi bir əbədiyyət adası quran fərddir. Və o adada onun keçmişi əbədi olaraq qorunur. Tamamilə. Və bu yerdə proqramı sizin üçün çox açıq, düşündürücü bir sualla yekunlaşdırmaq istəyirəm, əziz dinləyici. Bayaq qeyd etdiyimiz kimi, bugün gündəlik istifadə etdiyimiz ən adi sözlər belə 1000 illər əvvəl yaşamış adsız bir dahinin, ölməzliyə can atan bir insanın yaddaş qırıntısı ola bilər. Aha, çox ehtimal ki, elədir. Bəs heç düşünmüsünüzmü? Görəsən, bugün sizin etdiyiniz adi bir seçim ya da hardasa yazdığınız sadə bir cümlə, gələcəkdə sizin öz ölməzlik ehtirasınızın fərqinə varmadan yaratdığınız əbədi bir abidəyə çevrilə bilərmi? Bəlkə siz də bir ada inşa edirsiniz. Bu barədə mütləq, amma mütləq düşünün. Həqiqətən də insanın öz içinə baxması üçün gözəl bir sualdır.
Beləliklə, bugünlük dərinliklərə səyahət proqramımızda bizdən bu qədər. Bizə qoşulduğunuz üçün çox təşəkkür edirik. Yaddaşınızın daima aydın, dəyərli və əbədi anlarla dolu olmasını arzulayırıq. Çox sağ olun. Mən də hər kəsə təşəkkür edirəm. Görüşənədək.